hər dəfə zoğal arağı görəndə mənim yadıma düşür köhnə vaxtlar. Vaxtlar var idi, dostlarımızla, uşaqlarla dadanmışdıq Patandartda bir dənə Bulaq adlı restoran var idi. Səhv eləmirəmsə Axsullar işlədirdi o vaxt o. Gələrdik, oturardıq orada, başlayardıq vurmağa. Nə qədər vurardıq. Axırda mı nə içsək, mütləq həmən restoranı olan özlərinə məxsus rayondan onlar üçün zoğal arağı göndərirdilər. Axırda bir dənə 50 qram, 100 qram, özü də neynə? Kartofla, külləmə kartof, üstünə də ki, kərə yağ, bir də ki, bu zoğal arağı. Bir də mənim yadımdadır, həmən o restoranda üzərə başımızın üstündə alça ağacı var idi. Yəni zakuska üçün də uzağa getmək lazım deyil. Əlimizi belə uzadırdıq, qırırdıq o alçadan, vururdıq araqdan, zakuskalayırdık. Mən son vaxtlar nəsə yaman bu markaya dadanmışam. Belə deyək də 15 manata təxmini düşür. Mən indi Araz marketdəyəm, yenə də bunu alacağım. Yenə də başa düşürəm, ziyandır, zəhirmardır. Amma bir var o Zavatskoy əraqlardan içəsən, bir də var ki, distilə olunmuş, çəkmə araq. Yəni, dədə-babadan qalmışlar, başa düşdünüz. Bu qədər qəlbdən qəlbə Araz marketdə.